Salam dostlar, bir daha gördüm komentaryalarda yazmışsınız. Niyyət açımı edin xahiş edirəm və niyyət yəni arzunu nəzərdə tutursunuz. Baş üstə arzu tutun, niyyətlənin. Baxın görəyin arzuya çatacaqsınızmı? 3 dənə arzu da tuta bilərsiniz çünki 3 variant olacaq. Və yaxud da başqa adamların yerinə də tuta bilərsiniz. Yeni deyirəm, fantaziyanızdan asılıdır bu sizin. Və niyyətlənin görəyin siz bu arzunuza çatacaqsınızmı? Tak. Üçüncü kartda məsləhət olaraq açıram işte dostlar. 3 variantda. Birinci variantda belə bir qəşəng bir şey qoyacağım. Tamam. İkinciyə belə bir şey qoyacağım. Üçə də gəlin belə bir siçan qoyaq. Dostlar 3 variant. Birinci variant, ikinci, üçüncü variantı. Niyyət tutun, arzu tutun. Baxın görəyin, arzuya çatacaqsınız və nə eləməlisiniz? Tak, optimist insansız görürəm. Amma belə bir şey deyim sizə dostlar. Bax, çox vaxtı addım atıb sonra düşünürsünüz. Bəzən ciddi olmaya bilərsiniz. Təkliyi xoşlayırsınız yəqin ki, daha çox. Məsləhətə də qulaq asan insan deyilsiniz görürəm. Diqqətlə qulaq asın dostlar. Bu arzunuza çatmaq üçün. Bu arzunuza çatmağınız, baxın, bu arzu çoxunuz elə bir arzusunuz, elə bir şey niyyətlənmirsiniz ki də. Bəziləriniz uşaqla əlaqəli bir şeydir, uşaqlarınızla əlaqəli bir şeydir burada. Bəlkə nəzirləriniz də var. Nəzirləri olan insanlar da görürəm. Burada köməyə ehtiyac var. Ola bilsin, nəsə maddi, nəsə verilməlidir. Əvəzində nəsə olunacaq. Məsələn, nəsə verirsiniz, nəsə sizə eləyirlər. Başa düşürsünüz, hörmət eləyirsiniz, pul verirsiniz, nəsə bir şeylər olunur burada. Kömək olacaq, belə deyim. Kömək gözləyirsinizsə, kömək olasıdır. Uşaqlarla əlaqəlidirsə, burada nəyisə bilik toplamaq ola bilər, informasiya ilə əlaqəli ola bilər. İnformasiya yığmaq, toplamaq, oxumaq, bu şeylər də ola bilər burada. Bu niyyətinizə çatarsınız, çatacaqsınız, yaxşı olmalıdır. Amma burada daha çox baxın. Biraz ciddi olun, biraz diqqətli olun. Amma nəyə? Əhatənin danışığına, əhatədə nə baş verir, kim nədir, bu şeylərə fikir vermirik. Fikir verməyin belə şeylər. Belə şeylər sizi dala salar. Əhatənin sözlərinə mən görürəm ki, siz biraz fikir verən insansınız. Boş şeydir. Siz ideal nə də olsanız bir şey danışası insanlar danışmağa söz tapacaqlar. Ona görə də arzularınıza və planlarınıza hədəflənin. Başa düşdünüzmü? Sizə o arzunuza çatmaq lazımdırsa, arzulara hədəflənin. Çünki siz nəyi düşünürsünüzsə, düşündüyünüz şeyə, düşündüyünüz həmin obyektdə, mental fonda, energetik fonda enerjinizi yüklüyorsunuz. Enerjiniz gedir, qidalandırırsınız həmin şeyi və həmin şey daha da böyüyür. Dedikoduya, qırağın sözünə, söhbətinə fikir verərsinizsə, onu böyüdəcəksiniz. Başlayırsınızmı? Siz lazım olan tərəfə yönlənirsiniz, daha ciddi olmağa çalışın. Əgər sizin üçün ciddidirsə bu niyyətiniz və bəlkə nəzəriniz də var və burada köməkdə olacaqsa yenə deyirəm və arzunuza çatmaq ehtimalı 90%-dir. Hətta çox çatarsınız. Yaxşı olmalıdır bu işlər. İkinci variant. Tak. Bezmisiniz, əsir düşmüsünüz, qapalı yerdə də ola bilərsiniz, sıxıntıdasınız. Əgər istəsəz, daha çox istəsəz, real deyirəm, siz xilas ola bilərsiniz bu vəziyyətdən. Azadlığa çıxa bilərsiniz. Məsələn, mütləq ilə türmə deyil söhbət. Yəni, əsir düşdüyünüz, özünüzü məcburi başqa cür aparası bir vəziyyətdəsiniz bir çoxunuz. Başa düşdünüzmü? Elə bir ki, insan əsir düşür, məcburi özünüzü disiplinada aparası olursunuz, məcburi özünüzü ayrı cür aparası olursunuz və yaxud da kiminsə, ola bilər elə bir adamın əlindəsiniz ki,
Yəni sıxılırsınızsa azad hiss eləmirsiniz özünüzü. Sıxıntıdasınız. Toçunu bu ikinci variantını görürəm burada. Ola bilər, bəli, əhatənizdən qohumunuzdur, yaxın insandır, kimdirsə, çox çətin bir adam var yanınızda sizin. Vay vay vay, qohumdur, kimdir, yaxınınızdır da, yəni. Siz bundan xilas olmalısınız. Bir çoxunuzda budur vəziyyət. Və belə bir şey deyim ki, əgər bəzilərinizdə də maddi problemlər ola bilər, kömək də gözləyə bilərsiniz. Kimdənsə sizə də kömək gələsidir, kimdənsə qohum da ola bilər, imkanlı bir ailə də ola bilər. Yəni qohumlar, böyükləriniz də ola bilər hətta. Sizə kimdənsə nəsə bir kömək gəlməlidir, sıxıntıdan qutararsınız. Yəni onu deyim sizə, sıxıntıdan qutararsınız. Bəzilərinizdə ev mövzuları varsa, evə niyyətlənmirsinizsə, eviniz olacaq, ev problemləri varsa həll olunasıdır. İkinci dəfə ailə qurmaqla əlaqəli bir şeylər varsa, o da həyata keçəsidir dostlar. Bax belə, amma addımlar atın. Dayanıb durmayın. Özünüzə kömək eləməyə çalışın, yaxşı. Mütləq niyyətinizə çatmalısınız, yaxşı olasıdır. Vəziyyətdən çıxarsınız, problemlər varsa. Üçüncü variant. Burada da işlə əlaqəlidir, planlarla, maddiyyatdan əlaqəli ola bilər. Məhkəməlik işdə ola bilər bəzilərinizdə. Biraz söz-söhbətlər görürəm burada. Fikir ayrılıqları görürəm burada. Burada dostlar, güclü insandır. Bunu tanıdığım zəif adam görmürəm. Mən bunu güclüdür. Nə istədiyini bilən insandır. Nəsə dəyişiklik olmalıdır bu adamın həyatında. Karmически dəyişiklik olacaq. Böyük dəyişiklik olmalıdır. Mütləq, amma burada biraz bəlkə özünüzdə fikir ayrılıqları eləyirsiniz beyninizdə və yaxud da əhatənizdə fikir ayrılıqları ola bilər biraz. Biraz söhbətlər də ola bilər. Burada da biraz bu niyyətinizə çatmaq üçün qərarlı olub çatırsınız. Çatırsınız. Bəli, yaxşı olmalıdır burada da. Burada da işlər yaxşı olmalıdır. Bir fikrə, bir nəyə düşün, yəni də cürbəcə fikirlərə düşməyin. Heç kəsin fikrinə siz də qulaq asmayın. Mütləq burada da yaxşı olmalıdır hər şey. Bax belə dostlar. Yeni kanalıma abunə olun. Yeni kanal açmışam dostlar. Tarot, ezoterika, makamora. Hər dəfə yəni deyəcəm hər çəkilişimdə. Çünki vacibdir orada abunəçilər yığılsın ki, mən uzadı videolar çəkim sizin üçün. Çox sağ olun dostlar.